Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV-də turun mərkəzi görüşünü sizlərə təqdim edirik. AFFA U13 Liqası Ulduz EFA qarşılaşacaq. İnanırıq ki, bugün hər iki komandanın heyətində təhlükəli, güclü futbolçular var. Maraqlı idman mübarizəsində oyun izləyəcəyik. Hörmətli tamaşaçılar, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Hakimlər və kapitanlar topu və qapını seçirlər və görüş başladı. EFA mərkəzdən topu oyuna daxil edir. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda bizlərə EFA göstərilir. Qapıda 12 Əzim Hüseynzadə, 3 Fərid Novruzlu, 4 kapitan Marat Məşədiyev, 8 Alim Mərikli, 11 Rəvan Səfərli, 10 Cavid Musayev, 22 Muhammed Məhərrəmli, 77 Oğuz Cümşüdlü, 99 Bəybala Məmmədov. Komandanın baş məşqçisi Tağı Məmmədovdur. İndi isə Ulduzda qapıda 12 nömrə Əbdülxaliq İbrahimli, 4 Yüzasif Əskərli, kapitan qapıya zərbə. Mursəydin zərbəsi idi, qapıçı Əzim bu topun qarşısını kəsir. 7 Tunan Əliyev, 8 Uğur Hüseynli. Gəlin bu 200 zərbəsini də izləyək, daha sonra heyətlərə keçirik. Başla qapıya zərbə, Oktayın zərbəsi idi. 10 Zülfüqar Allahverdiyev, 11 Fərham Kazımlı, 17 kapitan Oktay Ələkbərov, 5 Hüseyin Süleymanlı, 53 Nur Seyid Bağırov. Komandanın baş məşqçisi Vüsal Rüstəmovdur. Hörmətli Bəybala Məmmədov sağ cinahdan hücum qurmağa çalışırdı. Qapı istiqamətdən zərbə olacaq mı? İndirilir. Qapıçı Əbdülxaliq yaxşı oynayır. Alimin zərbəsi idi. Hər şey burada Ulduz komandasını yaxşı qurtarır. Out top meydana tərk edir. EFA komandası topu oyuna daxil etməlidir. Muhammed görək kimi ötürmə edəcək. Birbaşa cərbi meydançasında Oğuz Cümşüdlü yeni saç stili ilə bugün meydançaya Sibirəliyə doğru ötürmə Ulduz komandası, amma hücum təhlükəli olmur. İrəliyə doğru daha bir ötürmə izləyirik. Bəybala istiqamətində Bəybala topun meydandan çıxmasına imkan vermir. Yüzasif ona qarşı oyunu Bəybala keçdi. Qapıya zərbə, qapıcı Əbdülxaliq növbət dəfə komandasını qoldan xilası EFA hücumu devam edir. Əbdülxaliq qapıdan zərbə ilə Oktay ilə oynuyor. EFA-nın əldə presingi vardı. İndi top almağı bacardılar. Qapı istiqamətində yox, zərbə təhlükəli olunmur. İrəliyə doğru tutmaya Uğur Hüseynli sürətli işə salmalı. Bu epizodda Marat ona çatdı, amma Uğur daha sürətli qapıya zərbəsi top qapının yanından keçir. Təhlükəli zərbə izləyirik. Vüsal Rüstəmovda ötürmə etsəydi daha gözəl olardı deyərək Uğur'a bildirir. Ulduz komandası Zülfüqarla yenidən Uğurla oynayır. Uğur iki rəqibi ona qarşı qapıya zərbə vurmağa bacarır. Əzim Hüseynzadə, Əbdülxaliq kimi o da bugün qapısını toxunmaz saxlamağı bacarır. Gol TV-nin bəzəyi qollu oyunlardır, amma bu cür gərgin oyunlar da hər zaman azarkeşlər tərəfindən xoş qarşılanıb. Oktay, 50 oyun iddiaları var idi, bəli hakimin diqqətindən yayınmır. EFA oyuncuları topu oyuna daxil edir. Marat top saxlayır. Uğur'un topu qazanmasına imkan vermir. Yenidən Bəybala istiqamətinə Hüseyin ona qarşı oynayır. Bəybala qapıya zərbə vurmağa imkan tapmır. Müdafiəçilər topu uzaqlaşdırmağa çalışırlar. Maratdan gəlir təhlükəli. Qapının yanından keçir. Kapitan. Yenidən Bəybala artıq Ulduz komandasına baş ağrısı olmağa başlayıb. Hüseyin topu irəli vurmağa çalışırdı. Yenidən Bəybala topun meydandan çıxmasına imkan vermir. İçəriyə doğru türmə. Burada Ulduz oyuncuları var idi. Oyunumuz neçə oldu? İrəliyə yaxşı alınmır. Daha bir zərbə indirilir. Rəvan təhlükəli alınır. Artıq ilk hissənin sonlarına doğru gedirik. Yenidən Rəvan. İrəliyə doğru daha bir ötürmə izləyirik. Uğur
divar ötürmələri izlədik. Və hakim ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılırıq. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Hər iki komanda artıq meydanda da Ulduz FA görüşünün ikinci hissəsini izləyəcək. A qrupunda çempionluq uğrunda amansız mübarizə izləyəcək hələ. Nə deməkdir? Final mərhələsinə bir qədər var. Hal-hazırda A qrupunda turnirin cədvəlində Neftçi liderdir. Bəybala Məmmədov. Bəybala qapıya baxdı, o haqda daha sonra danışarıq. Hər iki komanda bugün meydanda təhlükəli olmağa çalışır. 4-cü və 5-ci pilləni tutan komandalar qərarlaşırlar. Ulduzda 14, FA-nın isə 13 xalı var. Oğuzdan irəliyə doğru ötürmə. Bəybala yoxdur, oyundan kənarı vəziyyət. Qapıya zərbə və gol! FA topu qapıdan keçirir. Bəybala Məmmədov ilk hissənin, ikinci hissənin fəal oyuncularından biridir. Bu dəfə oyundan kənar vəziyyət səhv etmirəmsə Yüzarsif pozurdu. Bəybala sol ayağı ilə qüvvətli zərbə indirir. Oğuzhan ayağının çölü ilə irəliyə doğru ötürmə edir. Bəybala Məmmədov komandanın 99 nömrəli oyuncusu bu cür gözəl qolla yadda qalır. Görək Ulduzun buna cavabı necə olacaq? Yenidən Oğuz. Bəybala irəliyə getməyə çalışırdı. Oğuz irəliyə doğru ötürmə. Uğur. Fərhan Babazadə burada var idi. Əgər komandaların heyətində hər hansı bir oyunçu dəyişikliyi baş verərsə, onu da sizin diqqətinizə çatdıracağım. Ulduz komandasının heyətində qapıcı dəyişikliyi ikinci hissədə baş verdi. Ömər İskəndərli Əbdülxaliq İbrahimin yerinə oyuna daxil oldu. Yenidən Bəybala Oğuzxanla divar ötürməsi. Bəybala. Bu dəfə onun çevrilməsinə imkan vermirlər. Zülfüqar. Görək Ulduz bərabərlik qolunu vura biləcəkmi? Geriyə. Caviddən irəliyə, amma burada Ulduz oyuncuları topu uzaqlaşdırmağa çalışırlar. Amma burada Bəybala nələr edir? Bəybala keçdi rəqibini, qapıya zərbə və daha bir gol vurur. Bu dəfə də Bəybala Məmmədov müdafiənin etdiyi səhvi bağışlamadı. Görüşün taleyim deyərdim ki artıq həll olundu. İkinci hissənin sonlarına doğru gedirik. Bəybala Məmmədov nələr etdi burada? Rəqibidən topu aldı. Bu gol birinci qoluna baxdıqda daha güc sərf etdiyi görünür. Və indi vurulan qolun təkrarını bizlərə bir daha təqdim edirlər. Bəybala burada qaydanı pozmadır, rəqibini keçdi və bu cür qol vurur. Oğuz cərimə zərbəsini yerinə yetirəcək. Top canlı səthdə deyərək qaydır. Oğuzdan daha bir aşırma zərbə. Qapı istiqamətli amma qapçı Ömər. Onu Ulduzun oynayırdı. Çəkmədim Ulduzu. Zülfüqar iti bucaq altından cərimə zərbəsi yerinə yetirəcək. Onu göstərsən. Üzr istəyirəm, Mehdi Əliyev idi. Komandanın indi qapıya zərbə yox. Alınmır, komandanın 18 nömrəli futbolçusuydu. Onu göstərsən mən səhvimi sığortalayacağam. Yaxşı. Yüzarsif. Bu dəqiqələrdə Ulduza bir gol lazımdır. Bəybala irəliyə oynayır Oğuz istiqamətinə. Keçmədi top. Deyim gəlməyin. Cahid uzun oynayır. Top Ulduzda qalır. Keçən mövsüm olub. Sağ cinaha doğru ötürmə. Mehdi. Ayda. Cahid. Oğuz topu alır, irəliyə götür. İrəliyə atdı, üzr istəyirəm. Akif məmnən soruşacağım onu. Cahid İsmailov. Bizim o nə vaxt olub? Mənə söz Oğuz qarşıladı. Divar ötürməsi. Top Ulduzda qalır. Və maçın Bəybala Məmmədov meydanı
Tərk edir bugün 2 qolla yadda qalan oyuncudur. Artıq görüşün sonlarını ehtiyat oyuncular skamyasından izləyəcək. Rauf out atışını yerinə yetirir. Satema. Qarışıq bir vəziyyət var. Qapıya zərbə vurmaq mümkün olmadı. Hakim saatına baxdı. Bəli, artıq hakim saatına baxdı. Yəqin ki, Ulduzun bu hücumundan sonra görüşün başa çatdığını bildirəcək. Oğuz. Raul. Amma bir hücum şansı verir. Görək Ulduz fərqi minimuma indirə biləcəkmi? Bir qədər də geriyə çəkilir və bitdi. Hakim görüşü bitirir. Hakimləri üzr istəyirəm, sizə təqdim etmədim. Hidayət Feyzullayev, Nahid Xasiyev idi. Oyun həyəcanından hakimlər briqadasını sizə təqdim etməyi unutdum. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Ulduzda 12 nömrəli qapıcı Əbdülxaliq İbrahimli, oyunun ulduzu isə yəqin ki, siz də mənimlə razılaşarsınız. EFA komandasının 99 nömrəli futbolçusu Bəybala Məmmədovdur. Və beləliklə Bəybala Məmmədov Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqəni təmin etdi. Həmin turnir aprel ayında, mart ayının qaliblərlə keçiriləcək. Sağ olun, gələn görüşlərə dək.